Salam dəyərli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 28 dekabr tarixində OTK sınağı keçirildi. İndi biz OTK sınağında istifadə olunan sualların, qrammatika suallarının ilk olaraq izahına baxacağıq. Deməli, uşaqlar, başlayaq birinci sualdan etibarən. İzahımıza keçməmişdən öncə bu tipli izahların tez-tez gəlməyini istəyirsinizsə, bizə dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq sualların izahına. Demək deyir ki, sifət işlənmiş nümunəni müəyyən edin. Gəlin baxaq. Mirzə gözlərin televizorun ekranı zilləsə də orada heç nə görmürdü, elə hey başını yelləyirdi. Burada sifət yoxdur. Düzgün deyilmiş, burada feilə aiddir, bu zərfdir. Eləmi? Qızarmış meyvələri, qızarmaq feildir bu uşaqlar. Yəni feili sifətdir bu söz. Bu da getdi. Sonra nəsillərdən nəsillərə keçən bir şöhrətin vardır. Nə? Şöhrət, başqa da bir şey yoxdur. Bu cədvəl hamımıza uyğundur. Necədir? Uyğun. Demək, uyğun nədir? Sifətdir. Cavabımız olacaq bir də E variantı. Sonra 2-də deyir ki, cədvəldəki doğru fikirləri müəyyən edin. Yaşıl-yaşıl. İzah etdiyi isimlər əsasən cəmdə işlənir. Ümumiyyətlə, biz bilirik ki, təkrarlanan sifətlərdən sonra gələn isim cəmdə işlənir. Ona görə bu doğru fikirdir. Çoxaltma dərəcəsində olan sifətdir. Xeyr, bir sifətin təkrar olması onun çoxaltma dərəcəsi eləməz. 5-də 2. Quruluşca mürəkkəbdir. Bəli, quruluşca mürəkkəbdir. 2-dən say var da. Miqdar saydır. Bəli. Deməyin, hakim müəllim bu kəsir saydır. Bilirik ki, miqdar sayının içərisində 3 ilə bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar kəsir. Sonra 1-ə 10. Bu ümumiyyətlə zərfdir. Sifət deyil. Demək, tamın hissəsini bildirir. Əşyanı deyil, hərəkətə aid olur. Əşyaya deyil, ona hərəkət aid olur, düzdür. Tamın hissəsini bildirmir. Bu kəsir saydır. Demək, nə oldu? 1, 3, 4, 6. Cavabımız oldu C variantı. Sonra nümunənin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarmadan düşəndə, boğar aylar illər məni, qınamasın ellər məni. Səməd Vurğunun şeiri. Deməli, deyir ki, tünd qara hərflərlə verilmiş ifadə frazeoloji birləşmədir. Bəli, saçlarıma dən düşəndədir uşaqlar burada tünd qara hərflərlə verilmiş ifadə. Demək, frazeoloji birləşmədir. Bəli, saçlarıma dən düşəndə frazeoloji birləşmədir. Bu doğru fikirdir. Altına xətt çəkilmiş sözün sinonimlərdən biri məzəmmət etməkdir. Qınamasın ellər məni. Məzəmmət etmək, qınamaq. Bu da doğru fikirdir. Eyni mənanı ifadə edir. İkinci misrada ilk söz çox mənalıdır. Ayrılıq. Düşüncə ayrılığı, fikir ayrılığı, məcazi məna bildiyimiz iki insanın ayrılması həqiqi mənada bu da çox mənalı söz düzdür. Dördüncü misrada ilk söz məcazi mənadadır. Boğar aylar illər mən. Bəli, ayların, illərin səni boğması təbii ki, məcazi mənadır. Bu da getdi. Nümunədə yalnız leksik mənası olan sözlər işlənmişdir. Burada köməkçi nitq hissəsi də işlənib. Ona görə, məsələn, fəqət qarşılaşdırma bağlayıcısı. Ona görə cavabımız E variantıdır. Yanlış fikir olaraq. Belə. 4-də nə deyir? 4-də deyir ki, cədvəl, eləmi? Düzəltmə say. 15-ci mürəkkəbdir. 2 say var burada uşaqlar. Şəkilçiyə baxıb aldanmırıq. 5-ci inci şəkilçili düzəltmədir. Xeyli sadədir. Rahat sualdır əslində. Özündən sonra cəm şəkilçisi işlənə bilər. Deməli, bir sıra bir çox saylarından sonra gələn isim biz bilirik ki, cəmdə işlənir. Ona görə sən 4-ü götürəcəksən. 10-cu sıra saydır. Sıra sayından sonra gələn isim də cəmdə işlənə bilir. Bu da demək götürürəm. Cavab nə oldu? 2, 4, 5. C variantı. Cədvəldəki doğru nümunələri müəyyən edin. Zərf işlənmiş cümlə, zərf işlənməmiş cümlə deməli. Musa sinif yoldaşlarına yenə də Şuşanın gözəl təbiəti haqqında danışırdı. Yenə burada nədir? Zərf. Prezidentin hərbi paradda cəsarətli çıxışı hamını qürrələndirdi. Cəsarətli çıxış ismi aiddir, eləmi? Hərbi parad ismi aiddir bunlar. Sifətdir. Azərbaycan məktəbləri yarışda bütün həmyaşıtlarının irəlidə idi. İrəlidə nədir? Zərfdir. Ona görə 3-ü götürəcəksən. Zərf işlənməmiş cümlə işi çox olduğu üçün verilmiş son tapşırığı tamamilə nədir? Zərfdir. Bu da getdi. Sonra atamla qardaşım bayram günü birlikdə də zərfdir eləmi uşaqlar. Bunu da götürmürəm. Yağış yağanda binamızın həyətinə böyük gölməçələr yarandı. Burada da zərf yoxdur. Dediyim kimi, yağış və yağanda, ikisi birlikdə yağış yağanda nə zaman? Zərflik olur cümlə özü olaraq. Amma nitq hissəsi olaraq zərf deyil.
6-da demək cavabımız oldu. Çünki işlənməmişləri buradan seçirəm. Demək 1, 3 və 6. B variantı oldu cavabımız. Sonra 6-cı sualda deyir ki, qayn sözü cümlədə ismin təsirli halında işlənsə xəbər ola bilməz. Biz bilirik ki, təsirli hal cümlədə xəbər olmur. Hecaların sayı artar. Deməli, uşaqlar, təsirli hal buna bir dənə I şəkilçisi artırdı. Biz bilirik ki, qayn sözü milli mənşəli sözdür və bu sözlərə yalnız mənsubiyyət şəkilçisi artırsam ikinci hecadakı say düşər. Yəni, burada bu I düşməyəcək. Təsirli hal artdırdığım üçün. Hecaların sayı artar fikri ona görə nə oldu? Doğru fikir oldu. Özündən sonra mənsubiyyət şəkilçili sözün olmasını tələb edər. Belə bir şey yoxdur. Bu yalnız qeyri-müəyyənlik bildirən yiyəlik hala məxsus özəllikdir ki, özündən sonra mənsubiyyət şəkilçisi tələb etsin. Mütləq qeyri-müəyyən yiyəlik halda olar. Belə bir şey də yoxdur. Niyə qeyri-müəyyən olsa? Hal şəkilçisi artırdı, müəyyənlik oldu da. Mütləq düzəltmə sözü olar. Sadət. Feillə bağlı olar, bəli. Feillə bağlı ola bilər. Təsirli hallı söz. Sonra deyir ki, 2 leksik, 1 qrammatik, 1 leksik, 1 qrammatik, yalnız 1 leksik və qrammatik. Gəlin baxaq. Demək, qırıntı sözü, qırmaqdan qırıntılar, göndər, göndərt, üzləşmək, sərməkdən sərgi, sərgidəkilər, döşəməkdən döşək, döşəkçədən. Demək, 2 leksik, 1 qrammatik olanlar. Hansıdır? S-dir? Yox. D-Y, eləmi? D-Y. Sərgidəki D-Y, bəli. Sonra 1 leksik, 1 qrammatik olan A-dır. Bir də C-dir. Sonra yalnız 1 leksik şəkilçi var, qrammatik şəkilçi də yoxdur. O da oldu, gördüyünüz kimi B variantı. 1 D-Y, 2 A-S, 3 D-B. Var belə bir variant. B variantı. Sonra yazılışı doğru olan sözləri müəyyən edin. Firuzə idəndir. Mündəri çat. Eləmi? Bunlar ikisi səhvdir. 1, 4, 5-də qaldı cavabımız. Rahat sualdır. Firuzəni yəqin ki, demək olar ki, hər kəs bilir. Mündəricat da məşhur sözdür. Demək, hansı bənddəki fikir cümləni tamamlaya bilər? Azadlıq uğrunda döyüşərkən nə boran, nə də qar onların möhkəm iradəsini sarsıda bildi. Hərəkətin icrasını təsdiq edir. Elə düzdür. Hərəkətin icrasını təsdiq edir də, sarsıda bildi, düzdür. İki nitq hissəsinin xüsusiyyətini daşıyır. Döyüşərkən bir də sarsıda bildi feillərini söhbət gedir. Uşaqlar, sarsıda bilmək iki nitq hissəsinin xüsusiyyətini daşımır. Burada döyüşərkən feili bağlamadı, olar. Amma sarsıda bilmək təsvirlənən feil daxil. Üçüncü şəxsdədir. Təsriflənməyən feillər şəxsə keyfiyyəti zaman görə dəyişmir. Quruluş isə mürəkkəbdir. Sarsıda bildi mürəkkəbdir. Döyüşərkən, döyməkdən döyüş, bu düzəltmədir. Eləmi? Məlum növdədir. Iş şəkilçisi var. Qarşılıq, birgəlik növdədir. Demək, cavabımız nə oldu? A variantı. Sonra axırıncı suala baxaq. Qeyri-müəyyən əvəzlik işlənmiş nümunəni müəyyən edin deyir. Dünən gələn qonağın heç kim olduğunu bildinizmi? Burada heç kim deyil, ha? İlk baxışdan baxmayın. Cümləni tam oxuyun, mənanı anlayın sonra. Ona görə bu getdi. Mənaya bax, dünən gələn qonağın heç kim olduğunu bildinizmi? Burada heç ədatda inkarlıq ədadır. Kim olduğunu bildinizmi? İşlərin qaydasına getmədiyi indiki vaxtda nə isə bilmək çətindir. Demək, bunu götürmək olar. Səndən doymaq olarmı? Həyat, sən nə şirinsən? Burada yoxdur. Ancaq hamının, hamı nədir? Qeyri-müəyyənlik bildirən əvəzlikdir. Sonra, dünən düz sandığını bugün əyri sanıram. Bəzən olur, özüm bunlar heç. Hər öz bütün filan təyin əvəzliklərdir. Birisi çıxıb, demədi ki, kimsə. Birisi qeyri-müəyyənlik bildirən əvəzlik. Nə oldu? 2, 3, 5. Belə. Gördüyünüz kimi, uşaqlar, suallar o qədər də çətin deyil, asan suallardır. Yəni, həqiqətən də buraxılışda da bundan çətin suallar qarşımıza çıxmır. Dil qaydalarına aid suallar. Qaldı ki, mətnləri də indi tapıb PDF şəklində salıb, onun da izahını verməyə çalışacağım və uşaqlar, artıq imtahana 2 ay qalıb, daha ciddi hazırlaşmaq lazımdır, daha yaxşı hazırlaşmaq lazımdır. Buna görə
əsas üstünlüyümüzü hətta demək olar ki, mətnlərə verməyə düşünürük. Yanvar ayından etibarən uşaqlar bütün çalışacağam ki, həftədə 2-3 dəfə ən azı mətn sualların izahı kanalımızda paylaşılsın. Ümumiyyətlə kanalı artıq aktiv bir şəkildə istifadə edəcəyik ki, artıq imtahanlar az qalıb. 11 və 9 buraxılış imtahanına hazırlaşan şagirdlərə yaxından dəstək olmaq üçün kanalımızda həm demək tək-tək qrammatika suallarının izahları gələcək. Əsasən də mətn suallarının izahını həftədə 1-2-3 dəfə paylaşacağıq ki, uşaqlarımız mətnləri daha yaxşı mənimsəmiş olsunlar və əlavə hər hansı bir şeylə izahını istəyirsinizsə onu rəy bölməsinə yazın. Dəstək olmaq üçün də abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşərik.